Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə ba'd. Qeybət etmək, nəməməlik, yəni söz gəzdirmək və yalan danışmaq orucu pozarmı? Bunlar elm əhlinin cumhurunun rəyinə görə oruç tutanın orucunu pozmaz. Lakin bunlar oruç tutanın qazanacağı savabı azaldar. Xamsun yuftirnə əs-saimə 5 şey vardır ki, oruç tutanın orucunu pozur deyə gələn və içində qeybətlə nəmimənin də zikr edildiyi hədisə gəlincə isə bu səhih deyildir. Elm əhlinin cumhuru o rəydədir ki, bu şeylər orucun savabını azaldır. Hətta orucunun savabını tamamilə yox edə bilər. Beləliklə insan oruçdan nə bir xeyir qazanmış, nə də boynundakı borcu tam ödəmiş şəkildə çıxar. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuştur. Rubbe saimin leyse lehu min siyamihi illel cu'u vel ateşu. Elə oruç tutan var ki, onun orucundan ona yalnız nə qalır? Ona qalan yalnız aclıq və susuzluqdur. Buna görə də insanın bu kimi sözlərdən, yəni qeybətdən, nəmiməlikdən, yalandan və yalana şahidlikdən çəkinməlidir. Çünki bunlar orucun savabını apara bilər və nəticədə insan əcirsiz qalır. Ha belə, Uca Allah oruc ayələrinin birincisinin sonunda nə deyir? Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Allah bəlkə ac qalasınız və ya bəlkə susayasınız demədi. Ancaq və ancaq nə dedi? Bəlkə təqvalı olasınız buyurdu. Sonra eyni ilə oruc ayələrinin sonuncusunun sonunda da ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız deyə buyurdu. Deməli, oruçdan məqsəd təqvanın hasil olmasıdır. Təqvanın bir hissəsi də bu sözlü və əməli günahları tərk etmək. Əgər insan bunları tərk etməzsə, deməli, orucun faydası ona hasil olmamışdır. Orucun qayəsi isə təqvadır. Hər bir halda bu günahlar səbəbilə onun savabı azalar. Hətta savabı tamamilə yox ola bilər və ona aclıq və susuzluqdan başqa bir şey qalmaz. Batil olmağa gəlincə isə səhih olan rəyə görə bu şeylərlə oruc fiqhi olaraq batil olmaz. Allah Teala ən doğrusunu bilir. Velhamdülillahi Rabbil alemin.